sənə yazıram. Amma bilirəm ki, artıq bunu oxuya bilməyəcəksən. Səsini eşitmək, gülüşünü duymaq, yanında olmaq bir arzuya çevrildi. Hər gün sənin yoxluğunu daha dərin hiss edirəm. Bəzən sanki qapı açılıb sənin səsin gələcəkmiş kimi olur. Amma bilmirəm bu darıxmaq hissin nə vaxt keçəcək. Atam, sən mənim ilk dayanağım, güvəndiyim insan, həyatımda ən böyük dayağım idin. Mənə dürüst olmağı, zəhmətə qiymət verməyi, heç vaxt boyun əyməməyi sən öyrətdin. İndi sən olmadan da ayaqda durmağa çalışıram. Çünki bilirəm istərdin ki, güclü olum. Sənin yoxluğun mənim üçün yalnız bir ayrılıq deyil. Bu, içimdə daim boş qalan bir yerdir. Amma səni hər zaman dua ilə xatırlayıram. Allahdan sənə rəhmət diləyirəm. Ruhun şad olsun, məkanın cənnət olsun. Nur içində yat əziz atam. Səni çox sevirəm. Nə qədər yaşasam da səni heç vaxt unutmayacağam. Qəlbimdə, xatirəmdə, dualarımda daim varsan. Dərin sevgi